Biz qurd saxlamağa başlamışıq. Bu isə birinci gündür. Səhifəmizdə bircə qurd vloqu əks idi. Dedim bunu da çəkim sizlər üçün. Öncəliklə qurdu saxlamaq üçün taxtadan bu formada yer hazırladıq. Ardınca da qurdu kağızın üzərinə yerləşdirdik. Başlanğıcda qurd çox xırda olduğuna görə o qədər da böyük yer lazım olmur. Lakin qurd böyüdükcə təbii ki ona daha böyük yerlər lazım olacaq. Onu da mən sizə növbəti vloqlarda göstərəcəm. Bunu da bilməyənlər üçün vurğulamış olum. Qurd ancaq tut ağacın yarpaqlarını yeyir. Çünki onun sayəsində ipək hazırlaya bilir. İlk başlanğıcda qurd çox xırda olduğuna görə tut ağacın yarpaqlarını gördüyünüz qaydada xırda hala gətiririk. Ardınca da kəsdiyimiz tut ağacın yarpaqlarını bu formada qurdun üzərinə səpirik və artıq 4-cü gündəyik. İlk başlanğıcda qurdu saxlama prosesi eyni qaydada davam edir. Gündə 2 dəfə ona yemək verdiyimiz üçün günün çox hissəsini demək olar ki, ona yarpaq toplamaqla keçiririk. Hal-hazırda işimiz o qədər də çətin deyil. Ancaq qurd artıq böyüdükcə gündən-günə onun üçün daha çox yer ayırmaq və eyni zamanda daha çox yarpaq toplamaq lazım olur. Və müəyyən müddət davamı olaraq da bu formada yarpaqlarını kəsərək verməliyik. Çünki qurd xırda olduğuna görə hələ ki iri yarpaqları yeyə bilmir. Və hazırki çətin işimiz hələ ki budur deyə bilərəm. Burada da 4 gün ərzində qurd nə qədər böyüyüb onu görmək mümkündür. Bu da əllərimin 4 gün içərisindəki vəziyyəti. Növbəti vloqlarda bu prosesi sizə daha yaxından göstərəcəm və daha ətraflı şəkildə danışacağım. Vloqları qaçırmamaq üçün də bizi takibə ala bilərsiniz.